Qanun 10. Hərəkət impulsu yaradın. Qələbə nadir hallarda dərhal gəlir. Ən çətin hissə yolun özü yox, ilk addımdır. İnsan yerində dayandıqca, tərəddüd etdikcə və hər şeyi təxirə saldıqca enerji azalır, qorxu isə artır. Amma hərəkət başlayan kimi, hətta çox kiçik olsa belə impuls yaranır. Hərəkət isə yeni hərəkət doğurur. Bir addım növbəti addım aparır. Zamanla isə inam, təcrübə və yeni imkanlar formalaşır. Bu impuls insanın tənbəlliyini, səhv etmək qorxusunu və daxili müqavimətini aşmağa kömək edir. Başlanğıc ideal olmasa belə, hərəkət etdikcə istiqaməti düzəltmək mümkündür. Qalibləri fərqləndirən cəhət isə odur ki, onlar tam hazır olmadan başlayırlar və çətinliklərə baxmayaraq davam edirlər. Onlar bilirlər ki, dayanmaq impulsu öldürür. Hərəkət isə onu gücləndirir. Nə qədər çox hərəkət etsəniz, yol bir o qədər asanlaşar. Əsas məsələ sürət və ya ideal şərait deyil, davamlı hərəkətdir. Kiçik, amma müntəzəm addımlar zamanla böyük nəticələrə aparan güc yaradır.